Sağ ol ay bacım, sağ ol. Halal olsun dayı oğlu. Abi bir dənə cavab deyim, mən deyim. Pul olmasa nəylə bazarlıq eləyərdiniz? Qaqa, başqa sual tapmaz. Pul anlayışı olmasaydı, həyat necə davam edərdi, necə baş verərdi, ticarət, alış-veriş və s. Məsələn, pul deyirlər əl çirisidir, belə bir atalar sözü var. Allah Allah Allah. Başqa bir atalar sözü də var. Pul hər şey həll edir, amma hər şey deyil də, yəni bu mənada deyə bilərəm sizə. Bax sən. Hər hansı müəssisəyə daxil olmaq üçün pul lazımdır da, yəni böyük adamlar vasitəsilə. Vay canına. Ne diyor bu? Pulu işlə əvəz eləmək olmaz. Nəylə əvəz eləmək olar ki? Şirin çatdı, amma yaşım çatmır. Dolanmağa həmişə bir şey var. Hər şeyə. Qarışqa da dolanır. Pişik də dolanır. Bunlar da yazıqlar. Odur ki, pul zat yalan şeydir. Pul başqa şey üçündür də. Yox, dolanmağa olar. Yaxşı münasibətlə. Baxır da kimin mənfəəti nədən ibarətdir. Məsəl üçün, elə ticarət obyekti var ki, o pulun əvəzinə başqa bir şey tələb eləyir. Nə bilim, kafe, restoran başqa bir şey tələb eləyərdi. Yəni də hərənin öz pulun əvəz edə biləcəyi bir şey olardı da məncə. Mənə gəl maliyyəsiz insandan həyata davam edə bilməzdim. Sana dedim ki gel bir defalik alimentüyü verim, apar. Məsələn, bəs başqa şeyin əvəz eləmək olardı mı siz? Yox, məsələn, yox. Ancaq pulla. Çünki əldə edəcəyimiz hər bir şey pulla bağlıdır. Mənə bax, tez elə pulu ver.